Kanala xoş gəlmisiniz. Əziz izləyicilər, bugün yemişanın sağlamlıq faydaları və istifadəsi ilə bağlı danışacağıq. Kanala hələ də abunə olmamısınızsa abunə olun və videolar barədə vaxtında xəbər tutmaq üçün bildirişləri açın. Videonu bəyənin, paylaşın. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Yemişan əsrlərdir təbii müalicə vasitəsi kimi istifadə olunan möcüzəvi bir bitkidir. Xüsusilə ürək və qan-damar sistemi üçün faydaları ilə tanınır. Onun tərkibindəki antioksidantlar damarları genişləndirir və qan dövranını yaxşılaşdırır. Qədim dövrlərdən bəri insanlar yemişanı təzyiqi tənzimləmək üçün istifadə ediblər. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər üçün yemişan çayı əsl təbii alternativ hesab olunur. Yemişanın meyvəsi sinir sistemini sakitləşdirir və əsəbləri tarazlayır. Bu isə onu təbii bir antidepressant halına gətirir. Gərgin iş günündən sonra içilən bir stəkan yemişan çayı sizi rahatlaşdıracaq. Bu bitki ürək əzələsinin güclənməsinə və ritminin stabilləşməsinə kömək edir. Əsasən ürək çatışmazlığı olan insanlar üçün yemişan preparatları tövsiyə olunur. Tərkibindəki flavonoidlər və proantosianidinlər orqanizmdə hüceyrə yenilənməsini dəstəkləyir. Bu maddələr yaşlanmanı ləngidərək ümumi sağlamlığa müsbət təsir göstərir. Yemişan immunitet sistemini gücləndirir və infeksiyalara qarşı müqaviməti artırır. Soyuqdəymə və qrip dövründə müntəzəm istifadə faydalı ola bilər. Yemişan həmçinin qanda xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Bu isə infarkt və insult riskini azaldır. Dəriyə parıltı verən və qan dövranını yaxşılaşdıran yemişan kosmetik məhsullarda da istifadə olunur. Onun ekstraktı ilə hazırlanan maskalar dərini canlandırır. Yemişan meyvəsi diuretik təsirə malikdir və bədəndə yığılan artıq mayeni xaric edir. Bu isə orqanizmdəki şişkinlik və toksinləri azaltmağa yardım edir. Mədə-bağırsaq sisteminə müsbət təsir göstərən yemişan həzmi asanlaşdırır və qaz problemini aradan qaldırır. Bu səbəbdən yeməkdən sonra içilməsi tövsiyə olunur. Hamiləlik dövründə yemişan istifadə edilməməlidir, çünki bəzi hallarda aşağı riski yarada bilər. Hər hansı bir istifadə öncəsi həkimlə məsləhətləşmək vacibdir. Yemişan meyvəsi yuxusuzluq problemi olanlar üçün təbii bir vasitədir. Axşam saatlarında qəbul edildikdə sakitləşdirici təsir göstərir və yuxuya getməyi asanlaşdırır. Stres və panik atak hallarında yemişan əsaslı çaylar və damlalar çox vaxt effektiv nəticə verir. Təbii tərkibli olması isə onu əczaçılıq preparatlarından üstün edir. Yemişan çiçəklərindən hazırlanan dəmləmə menstruasiya dövründə qadınlarda ağrıların azalmasına yardımcı olur. Hormonal tarazlığı dəstəkləyən bu bitki dövrlərin nizama düşməsinə də kömək edir. Yemişan tənəffüs yollarını da qoruyur və öskürək zamanı bəlğəmi yumşaldır. Xüsusilə uşaqlarda təbii sirop kimi istifadə edilə bilər. Araşdırmalar göstərir ki, yemişan sinə ağrılarını azalda və ürək ritmini sabit saxlaya bilir. Bu səbəbdən bəzi Avropa ölkələrində dərman kimi qeydiyyatdan keçmişdir. Bitkinin meyvəsi ilə hazırlanmış mürəbbə və kompot həm dadlı, həm də faydalıdır. Qış aylarında bu məhsullar immunitet üçün əvəz olunmazdır.
Yemişan ekstraktı bəzən yüksək dozalarda istifadə edildikdə baş gicəllənməsi və ürək bulanma verə bilər. Bu səbəbdən dozaya diqqət etmək şərtdir. Qədim türk təbabətində yemişan ürək dostu kimi tanınırdı. Onun güclü energetik təsiri var və bədəni gücləndirir. Qanda şəkər səviyyəsini tənzimləməkdə də yemişanın rolu böyükdür. Xüsusilə ikinci tip diabet xəstələri üçün faydalı ola bilər. Yemişan çayı gün ərzində 1-2 dəfə içildikdə sinir sisteminə zərər vermədən sakitləşdirici təsir göstərir. Davamlı istifadə isə artıq yuxululuq yarada bilər. Yemişan hamilə qadınlar və əmzikli analar üçün tövsiyə edilmir, çünki körpəyə təsirləri tam öyrənilməmişdir. Bu səbəbdən ehtiyatlı olmaq vacibdir. Təbii ki, hər bitkidə olduğu kimi yemişan da həddindən artıq istifadə olunduqda ziyan verə bilər. Bu bitkini balanslı istifadə etmək sağlamlığa töhfə verər. Yemişanın köklərindən də istifadə olunur, lakin ən çox fayda meyvə və çiçəklərindən əldə edilir. Qurutma və düzgün saxlama üsulu məhsulun təsirini qoruyur. Yemişanın yarpaqlarından hazırlanan çaylar mədə turşusunu tarazlayır və qızqırmanı azaldır. Bu isə refluks problemi yaşayanlar üçün əla xəbərdir. Yemişan qan dövranını stimullaşdırmaqla bədəndəki zəifliyi azaldır və enerjini artırır. Xüsusilə halsızlıq və yorğunluqdan şikayətlənənlər üçün effektivdir. Qan laxtalanmasını azaldan yemişan damar tıxanmasının qarşısını ala bilər. Bu isə infarkt və insult kimi ciddi xəstəliklərə qarşı qoruyucu rol oynayır. Qədim Çin təbabətində yemişan həzm pozğunluqları və qarında köp üçün istifadə edilirdi. Bu təsiri müasir tibbi araşdırmalarla da təsdiqlənmişdir. Yemişan toxumları az miqdarda istifadə oluna bilər, lakin acı dadlı və az faydalıdır. Əsas güc meyvənin özündə və çiçəklərindədir. Bu bitki arıqlamaq istəyənlər üçün də tövsiyə olunur, çünki iştahanı tənzimləyir və həzm prosesini sürətləndirir. Yemişanın tərkibindəki C vitamini immuniteti gücləndirməklə yanaşı, dərinin elastikliyini də artırır. Bu isə onun anti-aging, yəni yaşlanma əleyhinə təsirini göstərir. Təbii konservasiyasız mürəbbə hazırlamaq üçün yemişan əla seçimdir. Orqanizmi təmizləyici təsiri ilə yanaşı, dad baxımından da çox zəngindir. Yemişan bitkisi şərab istehsalında da istifadə olunur və bu içkilər ürək sağlamlığına dəstək ola bilər. Təbii fermentasiya zamanı faydalı maddələr qorunur. Yemişan yarpaqları dəri səpkilərinin və iltihabların qarşısını almaq üçün kompres kimi istifadə edilə bilər. Bu, xüsusilə təbii dəri baxımı sevənlər üçün maraqlıdır. Tərkibində kaliumun olması səbəbilə yemişan ürək ritmini normallaşdırır. Bu maddə sinir siqnallarını da tarazlayır. Soyuq iqlimlərdə böyüyən yemişan daha yüksək antioksidant dəyərinə malik olur. Bu da onu daha təsirli təbii vasitə halına gətirir. Yemişan bəzən dərmanlarla qarşılıqlı təsirə girə bilər, xüsusilə ürək dərmanları ilə. Ona görə müalicə alan insanlar əvvəlcə həkimlə məsləhətləşməlidir. Yemişan çayı şəkərlə deyil, bal ilə içildikdə həm dadlı, həm də daha faydalı olur.
Bal onun təsirini daha da gücləndirir. Hər yaşda istifadə oluna bilən bu bitki yaşlı insanlar üçün daha böyük önəm daşıyır. Onun qan dövranını tənzimləyici təsiri yaşlanma prosesini ləngidə bilər. Yemişan təkcə sağlamlıq üçün deyil, həm də dekorativ məqsədlərlə istifadə olunur. Onun ağac forması həyət və bağlarda gözəllik yaradır. Bitkinin meyvəsi təbii şirniyyatlarda və piroqlarda da istifadə oluna bilər. Bu həm faydalı, həm də fərqli bir dad təcrübəsi təqdim edir. Yemişanın çiçəkləri ağ rəngdə olub, yığımı yaz aylarında olur. Qurudulmuş halda saxlanıldıqda təsirini uzun müddət saxlayır. Bu bitki bəzi xalqlarda müqəddəs sayılır və qoruyucu gücə sahib olduğuna inanılır. Xüsusilə ürək problemlərinə qarşı qədim dövrlərdən istifadə edilib. Yemişanın təsiri yavaş olsa da, davamlı istifadə nəticəsində güclü nəticələr verir. Bu səbəbdən təbii müalicədə səbr vacibdir. Həm çay, həm damla, həm də kapsul formasında istifadə edilə bilər. Ən effektiv variantı isə təzə və təbii şəkildə qəbuludur. Yemişan çayı günün stressini atmaq və ürəyinizi qorumaq üçün gözəl seçimdir. Sakitləşdirici musiqi ilə birlikdə təsiri daha da artır. Qadınlar və kişilər üçün faydası bərabər olsa da, qadınlarda hormonal balans üçün daha çox tövsiyə olunur. Xüsusilə menopauza dövründə rahatlıq gətirə bilər. Yemişanın dərman kimi qəbul edilməsi ciddi xəstəlikləri müalicə etməz, amma profilaktik təsiri olduqca güclüdür. Sağlam qalmaq üçün müntəzəm istifadəsi tövsiyə edilir. Müasir dövrdə insanlar sintetik dərmanlardan uzaqlaşıb təbiətə yönəlir. Yemişan isə bu təbii seçimlərin ön sırasında yer alır. Nəticə etibarilə yemişan düzgün və balanslı şəkildə istifadə edildikdə orqanizmə saysız faydalar bəxş edə bilər. Amma hər təbii məhsulda olduğu kimi bu bitkidə də dozanı aşmamaq və mütəxəssis məsləhətini unutmaq olmaz. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.